Kızlar, bu günləri nə hazırlayırıq? Qəbizlikdən, köpdən əziyyət çəkənlər üçün bağırsaq skrabı hazırlayırıq. Bunun üçün bizə nə lazım? 1 ədəd yaşıl alma. 1 ədəd yaşıl alma. 1 dəstə spanaq. 1 dəstə spanaq. 1 qaşıq kətan toxumu. Kimdə varsa çəkilmiş də qata bilir. 1 qaşıq kətan toxumu. 1 dənə qabıqlı kivi əlavə edirik. Qabıqlı çünki xeyirlidir bağırsaq üçün. Ona görə baxın. Qabıqlı əlavə edirik. Və 250 ml su. Bunları yaxşıca qarışdırırıq. Yarım ədəd də limon suyunu sıxırıq. Limon suyunu sıxdıq. Bunu sonra qəşəng qarışdırırıq. Qızlar, hazırdır skrabımız. Bundan 2 dəfə içə bilərsiniz. Bir səhər aç qarnına, birində axşam yatmazdan 1 saat öncə. Həqiqətən çox kömək edir. Kimdə şişkinlik olur, qəbizlik olursa mütləq hazırlayın, için. Dadı da mükəmməldir.